Yarmarkanın ən çox sınanılan 2 stendini göstərəcəm. Biri çubuq stendidir, hansı ki illərdir qiymətini qaldırmayıb. Cəmi 4 manatdır. İçərisində 7 ədəd uzun xırçıltılı kartof çubuqları var. 7 ədəd sizə az gəlməsin, doğrudan da doyumludur. Hətta biri 2 nəfərə də bəs edə bilər. Yanında istənilən sosla təqdim edirlər. Biz pendirli seçdik. Məncə yarmarkaya getsəz bunu mütləq sınamalısınız. Ən uğurlu stendlərdəndir. Yarmarkaya da çox yaraşır. Növbəti sınadığımız stend isə mando oldu. Bu məncə ən sərfəli və ən rahat seçimlərdən biri ola bilər. İçkisi də elə mandonun alt hissəsində yerləşdirilir. Seçim olaraq həm acılı, həm də acısız seçə bilərsiniz. Asiya mətbəxini bəyənənlər əminəm bunu çox bəyənəcək. İçərisi bol ətlidir, videoda da göstərirəm və ətə xüsusi Asiya sayağı, ədviyyatlar qatılıb. Porsiya böyükdür, bir neçə stendi sınamaq istəyirsinizsə, məncə elə bunun birini alıb 2 nəfərə də, hətta 3 nəfərə də bölüşdürə bilərsiniz. Biz dadını bəyəndik. Siz də əgər bu stendləri sınasanız, şəkilləri mütləq mənimlə bölüşməyi unutmayın. Mən də storydə paylaşım.